Bugünkü dərsimizdə sizdən diaqramlara və Excel istifadə olunan formullar, yəni düsturlara baxacaq. Düsturlar əlbəttə ki, çoxdur. Biz sadəcə bir neçə lazım olanda baxacaq. İlk öncə diaqramlardan başlayaq. Biz diaqramlarla artıq Word-dən tanışıq, düzdürmü? Word-də keçəndə də hətta mən demişdim ki, Word-ün özündə diaqram yoxdur. Word-də diaqram olaraq Excel diaqramı əlavə olunur. Biz yadınızdadırsa Word-də diaqram əlavə edəndə Excel vərəqi açılırdı da, düzdür? Okey. Gəlin baxaq bizdə diaqramın hansı növləri var və diaqram necə seçməliyik? Əlavə eləmək üçün diaqramı biz insert-dən chart bölməsindən, yəni diaqramlar bölməsindən seçirik. Burada bir neçə tip var. Məsəl üçün, bizdə histogramlar var və yaxud da buna sütunlu diaqramlar da deyirlər. Histogramlar deməli, baxsaq müxtəlif tipləri var. Nə zaman əlavə olunur? Əgər bir neçə verilənin qiymətini müqayisə etmək lazımdırsa, bu zaman biz histogramdan istifadə edə bilərik. Sonra bizdə var xəttli diaqram. Xəttli diaqram məsələn istifadə oluna bilər hər hansı bir prosesi izləmək üçün. Yəni nəyinsə artımıdır, nəyinsə azalmasıdır, izləmək üçün istifadə olunur. Dairəvi diaqramdan da istifadə oluna bilər bizdə hər hansı bir verilənin ümumi paydakı, belə deyək, nisbəti. Məsəl üçün ki, universitetə qəbul olan uşaqların neçə faizi hansı qrupa düşür kimi məlumatlar. İndi baxacaq hamısına nümunə ilə. Biz diaqram əlavə etmək üçün ilk öncə düsturumuzu yaradırıq. Düstur nədir? Cədvəlimizi yaradırıq. Statistik verilənlər əsasında yaradırıq da. Statistik verilənlər nədir? Müəyyən bir məlumatlar toplayırıq. Müəyyən vaxt ərzində məlumatlar toplanır və onlar cədvələ işlənir. Bunlar bizdə artıq olur nə? Statistik verilənlər. Biz həmin bu statistik verilənlərin əsasında diaqramımızı yaradacaq. Gəlin baxaq. Bizdə belə bir düstur verilibdir. Düstur deyilən cədvəl verilibdir. Yazıram qəbul planı. Qəbul planı. Aha, bizdə Azərbaycan dilində deyilmiş. Yazıram. Qəbul planı qruplar üzrə, bunu da acaba genişləndirək. Qruplar üzrə birinci qrup, ikinci qrup, üçüncü qrup, dördüncü qrup və beşinci qrup. Deməli, bu statistika 2021-ci ilin statistikasıdır. Kitabda verilən nümunə ilə götürürəm. 14.924, 13.800, 12.286, 286, 4.100, bir də 3.714. 3.714. Okey. Bizdə belə bir cədvəlimiz var. Statistik məlumatlarını verilibdir. Biz bunun əsasında diaqram quraq. Biz bunun əsasında diaqram qursaq, hansı diaqramdan istifadə edə bilərik? Bir-birindən nisbətini göstərmək üçün histogram, sən dediyin də olar, histogramdan istifadə edək. Bir qədər kiçildək ölçüsünü rahat görsənsin deyə. Özünə kiçildək. Okey. Baxsaq görərik ki, bizdə bu şəkildə bir və biri biz seçməmişdik. Okey, biri də seçək. Bu şəkildə qəbul planı olaraq bizdə diaqram yaranmış oldu. Və yaxud da gəlin sizdən başqa bir nümunəyə baxaq. Məsəl üçün, yeni bir vərəq yaradıram. Yeni vərəqdə biz kvadrat yazırıq. Kvadrat funksiya bizdə hansı şey verir? Əyrini verir. Ay, sağ ol. Baxırıq, yazıram, bərabərdir. Bu, vuraq, bu. Eyni, özünə vurdum. Okey. Hə. Məsələn, seçdim. Tutaq ki, gəlirəm insert-dən, diaqramlardan. Gördün? Bizdə parabola əyrisini verdi. Və yaxud da baxaq, bizdə dövlət sifarişli yerlər, universitetdə dövlət sifarişli yerlərin qiyməti verilir. Biz ona uyğun yazırıq. Və yaxud ki, qəbul planı cədvəl kimi. Bu sifarişli yerlərdir. Dövlət sifarişli yerlər. Qəbul planı
bizdə deməli eyni bayaqki kimi birinci qrup, ikinci qrup, üçüncü qrup, dördüncü qrup və beşinci qrupdur. Bizdə bura baxıb bu xana boşdur deyə A2 xanasının sağındakı xana boşdur deyə A2 xanası yazılan yazı sığmadığına görə ora çıxıb. Məsələn, mən bura yazsam ki 9144 bizdə artıq kəsildi həmin hissəsi. Kəsildi deyəndə arxaya keçdi. Sonra bizdə gəlir 4090, 4226, 2502, 1513. Okey. Bunu da yenə seçdik. Gəlib başqa bir diaqram növü olan dairəvi diaqram. Paydan istifadə elədik. Aha. Burada da stillərdən seçdik ki, göstərsin ki, hansı neçə faiz yer tutur. Baxsaq, dövlət sifarişli yerlərinin 42% birinci qrupdadır. Sırayla geçsək, 20% üçüncü qrupda, 19% 2, 12% 4 və 7% beşinci qrupa düşübdür. Aydındır? Diaqramın özünün müxtəlif hissələri var bizdə. Diaqramın başlıq sətri var, yeri gəlmişkən. Diaqramın legendası var. Legenda nədir? Belə göstərək. Belə göstərək, bax. Legenda diaqramda. Bax, yuxarıdakı bu hissə var, yuxarıdakı bu hissə var ki, göstərir hansı rəng. Məsələn, göy rəng birinci qrupdur, məsələn, narıncı rəng ikinci qrupdur, boz rəng üçüncü qrupdur. Aydındır? Bunlar bizdə nədir? Legendadır. Yaxşı. Yadda saxlayın. Bu heç bir şeydə göstərilməyib, kitabda heç bir vəsaitdə yoxdur. Şəxsi təcrübə əsasında deyirəm. Adətən sağ diaqram istiqamətində gəlir. Şeylərdə diaqramların testini işləyəndə biz baxacaq. Diaqramları verilir və deyir ki, filan rəngə uyğun gələn və yaxud da filancı sütuna uyğun gələn hansıdır? Adətən nə tər götürürük? Dairəvi diaqramda sağ diaqram istiqaməti. Məsəl üçün, bu bizdə olur, belə deyək, birinci seçilmiş diapazonun birinci xanası, seçilmiş diapazonun ikinci xanası, üçüncü, dördüncü və beşinci xanası. Aydındır? Yəni, bu tip gəlir. Sağ diaqram istiqamətində gedir. Aydındır bu? Okey. Yaxşı. Diaqramlarla bağlı sual var mı? Gəlin, biz bir dənə düsturlardan istifadə edərək hesablamaya baxaq. Sadə bir düstur deyək. Düstur yazaq deyək. Konusun həcminin hesablanması düsturu. Nə tər idi? Yer kvadratı h. Aha. Radiusa yazıram 3. Konusun radiusu bizdə 3'dür. Burada yazıram hündürlük. Burada yazıram həcm. Okey. Hündürlüyə də mən ədədlər yazıram. 1, 2, 3. Seçdim, artırdım. Bura qədər. Həcm neçə idi dediniz? Düstur olaraq bərabərdir. Nə yazacaq? Aha, 1 bölək 3. Deməli, 3'də 1 pi r kvadratı vuraq. R vuraq r. Kvadratı sadəcə bayaq yazdığımız kimi kvadrat da yazmaq olardı. Bu şəkildə də yazmaq olar. Vuraq h. Düzdürmü? Hündürlük də h-dır. İndi biz bunu yazdıq. Burada bizə nə çatmır? R kvadratı biz düsturu aşağı çəkdikcə, kopyaladıqca stabil qalmalıdır. Sabit yerində qalmalıdır. R kvadratını biz sabitlədik, mütləq qumara çevirdik. Aha. Bir qədər də qısaldaq ədədləri, yuvaraqlaşdıraq. Bu şəkildə. Və biz bunun istəsək qura bilərik diaqramını. Belə bir diaqram alınır bizdə. Biz artıq konusun həcminin hesablanmasının modelini yaratdıq. Aydındır? Yuxarıda məsələn lap yazma olur konusun həcmi. Okey. Gördünüz, düz xət boyunca qalxır. Yaxşı. İndi gəlin biz sizdən müəyyən düsturlara baxaq. Bunlar nə qoyacağız? Hə? Əlbət. Hə? Baxırıq. Bizdə belə bir verilənlər yazmışam. 12 xanadır cəmi. Gəlin baxaq bizdə nə var. Birinci sadədən başlayaq. Bərabərdir sam. Sam nə idi?
Aha. Sum bizdə cəmidir. Biz burada enter vuran kimi seçilmiş hissənin, biz bilirik ki, qoşa nöqtə ilə verilirsə bu diapazonda seçilmiş hissənin cəmini götürəcək. Nöqtə vergüllə verilsə, Bir o, bir bu. ay sağ. Nöqtə vergülün əvəzinə bəzi mənbələrdə vergül yazılır. Bu regional standartdan əlaqəli bir şeydir. Yəni vergül də olsa doğrudur, amma belə götürən nöqtə vergüldür. Okay. Sonra bərabərdir product. Seçirik bir də yazmayaq. Product bizdə vurmaydı. Neçə eləyəcək? 40. 40. Yəni bizdə burada verilmiş xanaların hamısı bir-birinə vurur. Aydındır? Sonra var bərabərdir average. Ay sağ. Seçdik. Bizdə ədədi ortanı tapacaq. 5. Sonra bizdə count var. Count, ay sağ. Ədədlər olan xanaların sayını tapır. Ədədlər olan xananın. Bax, mən bura qədər seçirəm. 12 xana seçmişik. Cavab neçə olacaq? Yaxşı. Bərabərdir count A var. Count A dolu olan xanaların sayını tapır. Yəni informasiya yazılmış xanaların sayını tapır. Sonra gəlin baxaq. Bizdə mətnlə işləmək üçün də funksiyalar var. Məsələn, buraya yazıram Azərbaycan. Yazıram bura. Bərabərdir len A7. Len uzunluqdur. Yadda saxlayın. Mətnin uzunluğunu götürür. 10. 10 dənə simvol var. Boşluq simvolu falan da gedir. Ədədlər, boşluq simvolu nə var? Hamısı gedir. Amma mətn tipindən işləyir. Bərabərdir left I7 4. Nə deməkdir? A7-dəki mətnin və yaxud da A7-nin əvəzinə sözün özü də ola bilər. Azərbaycan sözü ola bilər. A7-dəki mətnin soldan 4 simvolunu götür deməkdir. Götür deyəndə ver. Yəni, üzə qiymətini al da. Gördünüz? Aha. Right da eyni sağdandır. Oldu mu? Simvollardır, müxtəlif simvollardır. Testlərdə görə bilərsiniz, qabağınıza çıxa bilər. Hansılarda ki, biz burada qeyd eləməmişik, amma testlərdə var. Onlarla rastlaşdıqca onlarda bir-bir hamısını izah edəcəm.